Əziz bilgələr, bu dəfə sizə ümumi tarix mövzularından İkinci Dünya Müharibəsi ərəfəsində baş vermiş hadisələrdən söhbət edəcəyik. Ümumiyyətlə, dərsimiz isə 20-ci əsrin 20-30-cu illərində dövlətlər arası münasibətlərdir. Burada bir sıra konferanslardan, bir sıra hadisələrdən söhbət edirik və elə birinci cümlədə işlətmişkən, birinci izah eləməli olduğum söz, təkrar izah edirəm bunu, ərəfə söhbətidir. Yəni, bu dərsimizin sonunda bəzi hadisələr var ki, indi onu bir-bir izah elədiksə deyəcəm onsuz da. Həmin hadisələr İkinci Dünya Müharibəsinə düşmür. Onun ərəfəsi deyəndə nə nəzərdə tutulur? İkinci Dünya Müharibəsinə qədər baş vermiş hadisələr. Məsələn, uşaqlar çox vaxt ərəfə sözü ilə müharibə illərində sözünü qarışdırır. Gedir, müharibə dövründə baş vermiş hadisəni götürür. Amma sən bilməlisən ki, ərəfə verilmiş hadisəyə qədər olan dövrdür. Məsələn, sən hazırlığa gəldiyin ərəfədə deyirsənsə, qapıdan içəri girdiyin zamana qədər nə yaşanıbsa, onlardan söhbət gedir. İndi burada da 39-cu ilin sentyabrın 1-nə qədər nə yaşanıbsa, demirəm 19-cu əsrdən bu yana hamısını götür, yox. Sadəcə 30-cu illərdə məsəl üçün. Onlar müharibə ərəfəsində gedir. Müharibə illərində 39 sentyabrın 1-dən sonraki hadisələrdir. Buranı başa düşdünüz? Birinci növbədə, bax, bunu qeyd edirik ki, Versal-Vaşinqton sistemi dərsində danışanda dedi ki, müvəqqəti də olsa dünyada sülhü qoruya bilir bu müqavilə. Amma bu müqaviləni o dövrdə də demişdik ki, belə deyək, qum üzərinə yazılmış müqavilə adlandırmışlar. Niyə? Çünki ədalətli bir müqavilə deyil idi, müqavilədə narazı tərəflər var idi. İndi həmin o narazı tərəflərin həyata keçirdiyi siyasətin nəticəsində artıq bu dövrdə biraz proseslər dərinləşir. Məsələn, xronologiya ilə getmək daha məsləhətlidir. Versal müqaviləsində, onu qeyd eləmişdim ki, Versal konferansında məğlub dövlətlər konferansa çağırılmamışlar. Məğlub dövlətlərin başında da duran dövlət hansı idi? Almaniya dövləti idi. İndi sadəcə, bax, xəritəni bir daha belə ümumi göstərirəm, indi orada biraz uzaqdandır. Avropanın əsas dövlətlərindən biri Almaniya dövlətidir, Qərbi Avropanın dövlətlərindən biridir və bu Almaniya dövlətinin Avropa işlərinə dəvət olunmaması təbii ki, Avropada bir yarımçıqlığın olmağı deməkdir. Bu münasibətlə 1922-ci ildə Genuya konferansı çağırıldı. Baxın, Genuya konferansında iştirak edilmiş dövlətlər yaxud imzalanmış müqavilə nə idi? Genuya konferansı 22-ci ildə çağırılır və burada Almaniya ilə diqqətli oluruq Sovet Rusiyası arasında. SSR demirik. Çünki bu 22-ci ilin təqribən aprel ayında keçirilibdir. SSR dekabrında yaranıbdır. Deməli, bunlar arasında müharibəyə və düşmənçiliyə son qoymaq haqqında müqavilə imzalanır və blokadaya son qoyulur. İkisi artıq yavaş-yavaş dəvət olunurlar əməkdaşlığa. İqtisadi müqavilə imzalanır. Bu müqaviləni də adlandırırlar Rapallo paktı. Pakt müqavilə saziş o mənada işlənir. Rapallo da yerin adı ilə bağlıdır. Rapallo ərazisində imzalandığı üçün bunu Rapallo paktı adlandırırlar. Gənə deyirəm, Rapallo paktı SSR-yə düşmür. Sovet Rusiyasına aid. Bu birinci cümlə. İkinci cümlə nədir? Sizi çaşdıra bilər ki, məsələn, Genuya konferansının nəticəsinə görə Almaniya bərabər hüquqlu dövlət kimi tanındı. Bu səhvdir. Çünki bu Lokarno konferansının qərarına görədir. Sadəcə burada Almaniya üzərinə qoyulan o blokada var idi, təzyiq siyasəti aradan qaldırılır. Artıq Almaniya iqtisadi cəhətdən əməkdaşlığa dəvət olunur bax bu konferansda. Heç nə, elə bunu başa çatdırdıq. Genuya konferansı bitdi. Ümumiyyətlə, biz Versal müqaviləsinin şərtinə görə dedik ki, Fransa iki vilayətin geri qaytara bilmişdi, Elzasla Lotharingiyanı. Amma bir məsələ vardı, Fransa təzminat məsələsində bir qərarsız qalmışdı. Və belə olduğu təqdirdə Fransa 1923-cü ildə Almaniyanın Rur adlanan bölgəsinə, iqtisadi cəhətdən önəmli bölgə idi bu bölgə, Belçika dövlətinin bir yerdə qoşun yeridir. Və bu tarixə bu hadisə Rur böhranı adı ilə daxil olur. İndi bu hadisə Fransanın mövqeyinə zərbə vurur. Çünki digər Avropa dövlətləri onun bu siyasətini bəyənmirlər. Təsdiq edilmir. Yəni, daha doğrusu, nə edilmir? Söz yadınız. Nə edilmir bir şey? Mən nə eləmirəm sənin sözünü? Dediyin şey təqdir edilir. Fransanın bu hərəkəti təqdir edilmir. Ona görə də Almaniyanın borc məsələsi, təzminat məsələsinə bağlı artıq yeni bir danışıqlar vacib hala gəlib çıxır. Buna görə də ABŞ prezidentinin irəli sürdüyü 1924-cü ildə olan Davos. Əslində bu ABŞ prezidentinin planı deyil idi. Sadəcə indi ümumi olanda hadisə prezidentin adına yazılır da. Davos planında da nəzərdə tutulur ki, bu dövrdə ümumiyyətlə Almaniyada bir inflyasiya var idi. Kağız pul dövrədən ucuzlaşmışdı. İnflyasiya nədir? Pulun dəyərdən düşməsi. Ona görə də bunlar deyir ki, Davos planında biraz Almaniyaya yardım həyata keçirək. Almaniya özünü düzəltsin,
Yenə sizin təzminatınızı ödəsin. Biz demirik sizin təzminatınızı ödəməsin. Sadəcə biraz özünü düzəltsin, ödəyər də. Bu da qaçmır, Almanya burada, siz burada. Və bu hadisənin ardınca Lokarno konfransı gəlir. Yanır. Lokarno konfransı isə 1925-ci ildədir. Lokarno. Bu dərs çox maraqlı dərsdir. Lokarno konfransında deyək ki, burada Avropanın hansı dövlətləri iştirak edirlər? Ümumiyyətlə, Britaniyadır, Fransadır, Almaniyadır, İtaliyadır, Belçikadır. Bu kimi dövlətlər iştirak edirlər Lokarno konfransında. Keçmiş kitabla desək, Lokarno konfransında Reyn təminat paktı imzalanır. Amma təzə kitabda Reyn sözünü çıxardıb sadəcə paktın adını veriblər ki, elə bir müqavilə imzalanır. Və bu müqaviləyə əsasən elə birinci imtahana buradan sual düşmüşdü, diqqətli oluruq. Tərəflər bir-birinə, xüsusilə də Belçikadır, Fransadır, Almaniyadır. Bunlar sərhədləri var idi. Və onlar bir-birinə deyirlər ki, sərhəd toxunulmazlığımızı təsdiq edək. Yəni, bir-birimizə hücum eləməyək. Problemimiz olsa da sülh yolu ilə həll edək. Və bu hadisə nəticəsində artıq Almaniya bir bərabər hüquqlu dövlət kimi Avropanın işlərinə dəvət olunur. Və diqqətinizi yenə çatdıran, bu Brian Kellogga görə deyil idi, məsələn, Rapalloya görə deyil idi. Millətlər Cəmiyyətinin üzv olmasının nəticəsində deyil idi. Bu Lokarno konfransında həyata keçirilmiş bir şeydir. Deməli, Lokarno konfransında həyata keçirildi. Bundan sonra 26-cı ildə Almaniya Millətlər Cəmiyyətinə qəbul olunur. 1926-cı ildə Millətlər Cəmiyyətinə Almaniya qəbul olunur. Almaniya dərsini keçəndə də bu hadisəni demişdik ki, elə belə xatırlatma edirəm burada. Lokarno konfransında Millətlər Cəmiyyətinə Almaniyanın qəbul olması onun Weimar Respublikasının qızıl dövrünə aid hadisələrdir. Amma məsələn, Rapallo sazişidir, Ruhr böhranının baş verməsidir. Bu hadisələr Weimar Respublikasına düşmür. Üzr istəyirəm. Weimar Respublikasına düşür, qızıl dövrə düşmür. Qızıl dövr 24-29-cu illəri əhatə eləmişdir. İndi Millətlər Cəmiyyətinə daxil olmasına danışaq. Görürsünüz, hər şey hələ də gözəl gedirdi və bu dövrdə Brian Kellogg paktı imzalanır. 1928-ci ildə Brian, bunun adını həmişə Brian deyirəm, Brian Kellogg. Bunlar kimlər idi? Brian Fransanın xəritədə göstərirəm. Bax, bu ərazini əhatə edir. Fransanın Xarici İşlər Naziridir. Kellogg isə Amerika Birləşmiş Ştatlarının dövlət katibidir. Dövlət katibi ilə Amerikada Xarici İşlər Nazirinin səlahiyyətlərini yerinə yetirir. Və bunlar da eyni şeyləri əslində burada razılaşdırırlar ki, dövlətlər arasında münasibətlər dinc yolla, sülh şəraitində həyata keçirilməlidir və müharibəni pisliyirlər, rədd edirlər. Bir neçə dövlət qoşulur və bura 29-cu ildə, yəni bir il sonra SSR-i qoşulur. SSR-in də bax, indi bu Rusiyanın xəritəsidir. SSR bundan biraz daha çox idi, elə bil. SSR artıq buna deyirəm SSR-i. Bax, burada da deyəsən 20 sınaqdan bir sual düşmüşdür. SSR-nin 20-ci illərin sonlarına aiddir. Brian Kellogg paktına qoşulması. Bunu da qeyd edirəm. 1929 SSR. Bax, onu deyirdim ki, bayaq əslində bunu danışmasın, sonra yadıma düşmüşdü, bu qalmışdı. 29-cu ilə qədər hər şey sülh şəraitində gözəl gəlir. Tərəflər bir-birinə qarşı humanist davranırlar, problem çıxmır. Çıxanda belə sülh yolundan həll edirlər, amma 29-cu ildə düşlər demiş, dananın quyruğu qopur. Niyə? Çünki 29-cu ildə dünya böhranı baş verir. Bu böhran ABŞ-da başlayır, bütün dünyaya təsir elədiyi üçün bunu dünya böhranı adlandırırlar. Və artıq dünya böhranının baş verməsi bu sülh şəraitində yaşayan dövlətləri hərəkətə keçirdir. Onlar ayrılırlar ki, sən demə, artıq bizim yeni xam mala ehtiyacımız var, yeni satış bazarına ehtiyacımız var. Ona görə də dövlətlər artıq ya toqquşmalara sürüklənirlər, ya da ki, müstəmləkə siyasətlərini daha da qatılaşdırırlar. Məsələn, buradan sonra danışdığımız il 30-cu illərdir. 30-cu ildə 2 dənə hadisədən sıralama ilə danışmalıyam. Məsələn, indi sizin kitabda, təzə kitabda bunu elə yazırlar. Məsələn, 30-cu illərin əvvəlləri deyir. Başlıq qeyd edeyim, Yaponiya. Yaponiyanın hadisələrindən danışım, sonra İtaliyadan danışaram. Ümumiyyətlə, biz axırıncı səfər dedik ki, Versal-Vaşinqton konferanslarına görə Yaponiyaya dominant deyirəm, yəni bir müstəmləkələr mandat verilsə də, Vaşinqton konferansının yekun qərarında o, Sakit Okean ərazisində fəaliyyətin məhdudlaşdırıldı deyə narazı qaldı. Və orada da demişdim ki, Yaponiyada bir qisasçılıq güclənməyə başlamışdı və Yaponiya hansı ki, bu konferansların qərarına görə Çinin şimal ərazilərində torpaqlar vermişdi. Yaponiya həmin torpaqlarda 30-cu illərin əvvəllərində, köhnə kitabla desəm, 32-ci ildə Oyuncaq Montjor-Go adlanan bir qondarma dövlət yaratmışdı. Mən o vaxt getmişdim, hədəfin müəllim imtahana, ilk hədəfə girən ilimdə idi. Müsahibəyə çağırmışlar məni, 6 nəfər kişi belə oturubdu, tanımıram heç kimi də.
Həyəcan da bir yandan basıb, bilmirəm nədən danışım, nədən sual verəcəklər. Nəsə dedilər ki, istədiyim mövzunu seç. Mən də Qarabağ müharibəsini seçdim, danışdım. Qayıtdı, mənə də Qondarma Qarabağ Respublikasından söhbət edəndə qayıtdı dedi ki, dünyada bəs harda olmuşdu ki, bir dənə də belə buna oxşar qondarma dövlət yaradılmışdı. Mən ağlıma saldım, bu Montjor onu yadıma sala bilmədim. Belə durdum, daxildə dedim ki, bilmədim. Onda dedilər ki, bəs Yaponiya 30-cu illərin əvvəllərində Çin ərazisində oyuncaq Montjor dövlətini yaratmışdı. O hadisənin üstündən keçir 3 il. Amma 3 ildir bu hadisə mənim yadımdan çıxmır. Artıq onlar mənə orada elə deyəndən sonra mənim ağlımda həkk olundu ki, Yaponiyanın bu Montjor Qarabağdan oxşar xüsusiyyətdir. Yəni mən bunu sizə deməkdə məqsədim nədir? Bir, müəllimlər səhv eləyə bilər, bu normal haldır. İki, insan səhv eləyəndə daha yaxşı öyrənir. Mən nəyi harda səhv eləmişəmsə, onu daha yaxşı bilirəm. Bəlkə də o söhbəti mənə deməsələr, heç mən həyatı boyu Yaponiyadakı qondarma dövlətin Qarabağdakını əlaqələndirməyəcəkdim oxşar xüsusiyyət kimi. Amma onu orada mənə dedilər və mən yazdım bunu yaddaşa. Və Yaponiyanın bu hərəkətindən sonra, Çin ərazisindəki o acımasız hərəkətlərindən sonra Yaponiya Millətlər Cəmiyyətinin qapısını çırpıb çıxdı. Və bu nə vaxt baş verdi? Yaponiya Millətlər Cəmiyyətindən çıxması 33-cü ildə. Yaponiya qrupdan ayrıldı, bəli, 33-cü ildə. Eyni dəmdə, elə Versal-Vaşinqton konfransının qərarına əsasən İtaliyaya Şimali Afrika ərazisində torpaqlar verilmişdi. Bu torpaqlardan biri də hansı ki, Trablis müharibəsində Osmanlıdan aldığı torpaq vardı, Liviya ərazisi. Elə bu Liviyada 23-cü ildən bəri bir ədalətsiz siyasət həyata keçirirdi İtaliya. Və bu ədalətsiz siyasətə qarşı 30-cu illərdə Ömər Muxtarın başçılığı altında, bu da model sualdaydı, ya da ki 20 sınaqda buradan sual düşmüşdü. Ömər Muxtarın başçılığı altında bir üsyan baş verir və bu üsyana qarşı İtaliya 32-ci ildə üsyanı yatırır. Düz biraz xronologiya pozuntusu olur, amma canım sağ olsun mənim. Üsyanı yatırır və burada zəhərli qazdan istifadə edir, kimyəvi qazdan istifadə edir və bu da yenə Millətlər Cəmiyyəti buna da susur. Bu da yenə Millətlər Cəmiyyətinin boşluğunu, ədalətsizliyini göstərir. İtaliya çünki hələ də keçmiş Antanta üzvlərinin tərəfində idi. Deməli, 32-ci ilə çatdıq. İndi keçirəm Almaniya məsələsinə. İtaliyanın elə belə göstərim burada, bu Sapaşkiyə oxşayan yerdə yerləşir. Yaponiyanı göstərirəm burada, belə dəniz qırağı ərazidə yerləşir. Almaniyanı da göstərmişdim və onsuz da. İndi Almaniyanın fəaliyyətindən danışırıq. Hansı ki, 32-ci ildə Almaniyada Adolf Hitler deməli, qalib gəlib dövlət yaradandan sonra, dövlətlə də hökumət yaradır. 33-cü ildən etibarən artıq nasistlər Almaniyada hakimiyyət ələ alırlar və onlar başlayırlar Versal müqaviləsinin Almaniyaya aid maddələrini aradan qaldırmağa. Hansı ki, bu maddələrin pozması, məsələn, 35-ci ildə bir o məhdud mükəlləfiyyət var idi. Yəni, belə deyim, könüllü ancaq prinsip əsasında ordu saxlaya bilərdi. Onu ləğv edir Hitler. Bir də 36-cı ildə Reyn adlanan bölgə, hansı Fransa ilə sərhəd ərazidə yerləşirdi. Oranın silahsızlaşdırılması haqqında bir öhdəliyi var idi. Onu da pozur və Reyn bölgəsinə qoşun yeridir. Və bu artıq Versal-Vaşinqton sisteminin rəsmən çökdüyünü göstərir. Və Almaniyada Hitlerdə kim nə deyirdi? Heç kimə şey eləmirdi, cavab vermirdi, öz bildiyini eləyirdi yəni. Yekunda dostlar, 1934-cü ildə bu Hitler, bunun elə uşaqlıqdan, körpəlikdən ən çox arzuladığı şey Avstriyanın birləşdirilməsidir. Bu Hitler 34-cü ildə Avstriyanı, göstərirəm burada, sıxılı bir dövlətdir belə, anşlüz eləmək niyyətindədir. Anşlüz, belə deyim ki, birləşdirməkdir, amma zor olmadan yəni, xoşluqla birləşdirmə deməkdir. Çünki başçısı birləşmək istəmirdi. Bu birinci sui-qəsd hazırlayır Avstriyanın baş nazirinə. Bu tutmur. Ona görə həmin dövrdə İtaliyanın da başçısı Mussolini idi. Mussolini də faşist. Mussolini ilə aralarında bir problem yaşandı və nəticədə 1935-ci ildə Streza konfransı çağırılır. Streza, bax, konfransda iştirak edən dövlətlərin adını əzbər bilməliyik. Hansı dövlətlər iştirak edir? İtaliya iştirak edir, Fransa iştirak edir, Böyük Britaniya iştirak edir. Almaniya iştirak eləmir. Sadəcə burada Almaniya ilə bağlı məsələlər danışılır. Bax, Streza konfransının qərarına əsasən Avstriyanın, deyə bilər ki, hansı dövlətin ərazisi sərhədləri təminata götürmüşdür? Avstriyanı deyirik. Avstriyanın sərhədləri, bütövlüyü təminat altına götürülür, amma bu Almaniyanın bəli silah artırmaq məsələsində bir reaksiya verilmir. Buna diqqətli oluruq, reaksiya verilmir. 35-ci ildə. Almaniya da görür ki, elə belə yaxşıdır da, sən demə, buna da sərf edir də, dillənən yoxdur. Və ona görə Almaniya əslində yox.
Almanya orada görməyində olsun, görək burada İtaliya nə edir. İtaliya yenə öz xodunda bu Efiopiya ərazisini işğal eləmək istəyirdi və eləyir. İtaliya Efiopiyanı işğal edəndən sonra böyük dövlətlər, yəni Fransa ilə Efiopiya, İngiltərə gəlir İtaliyaya deyir ki, deyir dostum, sən bir dəfə susduq, iki dəfə susduq, sən daha ağ eləyirsən də. Hər şeyində bir sərhəddi var, bir lüzumu var, rejimi var. Nə deyirsiniz bakayım? Xoşunuza gəlmir, bəyənmirsiniz, mən getdim. Və Efiopiya söhbətinə görə İtaliya artıq Almaniya ilə yaxınlaşmağa başlayır. Bunlar olurlar dost. Və bu dostluğun nəticəsində 1936-cı ildə Almaniya ilə İtaliya arasında bir belə ki, ittifaq haqqında müqavilə imzalanır. Bu dəmdə Almaniyaya uzaq şərqdən zəng gəlir. Kim idi zəng eləyən? Yaponiya. Niyə zəng eləmişdi? Eşitmişəm deyir, siz tərəfdə kommunistlərə qarşı bir düşmənçilik var. Elə kakraz mən də bu ərazidə SSR-nin nüfuzunu zəiflətmək istəyirəm. Gəl birləşək. Ona görə də yenə eyni ildə, yəni 36-cı ildə Antikomiterin birliyi yaradılır. Antikomiterin məqsədi nə idi? Dünyada kommunizmə qarşı çıxmaq üçün birləşmişlər. Birinci Almaniya ilə Yaponiya arasında imzalanmışdı. Sonra ora İtaliya qoşulur. Sonra ora İspanya qoşulur. Sonra Macaristan qoşulur. Bu dövlətlərin ardıcılığını yadda saxlamalıyıq. 36-cı ildə bunlar qoşulsun. Sonra 36-cı ildə baş verən hadisə. İndi gedirik vətəndaş. Nə? Yox, onun ehtiyac yoxdur. Sırayla bilməyinizə ehtiyac yoxdur. Sadəcə bilməyiniz kifayətçi hansı dövlətlər qoşulubdur. İndi 36-cı ildə müharibənin ayaq səslərindən danışırıq. Bu, İspaniyadakı vətəndaş müharibəsi idi. Bunu burada qeyd eləyək ki, biraz eyb yox, belə xəritə imkan verir. 1936-1939. Deməli, İspaniya ərazisində hansı ki göstərirəm, Piriney yarımadasında keçmiş dərs izahlarında demişəm, 2 dənə dövlət var. Dənizqırağı ərazini əhatə edirsə, bu Portuqaliya dövlətidir. Qalan böyük ərazini əhatə edirsə, bu İspaniya dövlətidir. İspaniya 36-cı ildə xalq cəbhəsi, yəni respublikasılar qalib gəlir. Öz hakimiyyətlərini qurmaq istəyəndə oradan bir dənə tık çıxır, General Franco adlı bir faşist çevriliş eləmək niyyətinə düşür. Və bundan sonra başlayır cübba-cüb düşür və bu olur İspaniyada vətəndaş müharibəsi. 36-39-cu illəri əhatə edir və diqqətlə bura yenə fikir veririk. 37-ci ildə bu General Franco'nun adını dedim, yoxsa yox? Franco. General Franco'nu dəstəkləyən dövlətlər bir İtaliya idi, bir də Almaniya dövləti idi və bu müttəfiqlər 37-ci ildə Almaniya qoşun yeri, İspaniya qoşun yeridirlər. Ona kömək üçün. Dövlətlərin adını xəritədə yadda saxlayırıq. İtaliya və Almaniya. Nə zaman? 37-ci ildə. Belə olan dəmdə, hələ bu, belə deyim ki, hadisələrə qədər biz SSR dərsində bir nöqtəyə nəzər saldıq. Deyir ki, Stalin digər Avropa dövlətlərinə müraciət edir ki, gəlin Avropanın təhlükəsizliyini təşkil eləmək məqsədilə bir birlik yaradaq. Avropa dövlətlərindən hamı bunun zənginə cavab vermir deyə, axırda başa düşür ki, bu özü nəsə eləməlidir. Belə olan dəmdə İspaniyadakı respublikaçıları müdafiə eləmək məqsədilə SSR-i ora kömək göndərir. Deməli, bizdən sual düşə bilər ki, İspaniyada vətəndaş müharibəsi gedişində respublikasını müdafiə edən dövlət hansı idi? SSR-i. Bu, SSR-nin 30-cu illərdəki tarixinə də aid ola bilər. Məsələn, SSR-i 20-ci əsrin 30-cu illərinə aiddir. İspaniyadakı vətəndaş müharibəsinin gedişində respublikasına müdafiə olmaz. Belə bir sual düşə bilər. Səhv. Yəni SSR. 30-cu illərdirsə SSR konkret. Və yekunda bu vətəndaş müharibəsinin nəticəsində faşistlər qalib gəlir və İspaniya bütün ərazisində faşist hakimiyyəti qurulur. İndi bu getdik çıxdıq 39-a, amma təzədən qayıdırıq dala 38-ci ilə. 38-ci ildə birinci, mən orada Anşlüzdən də danışa bilərəm. Sudet üstündə söhbətindən də danışa bilərəm. Heç bir fərq yoxdur. Böyle Anşlüzdən danışım. Anşlüz. Bayaq Anşlüz sözündə danışdım. Dedim, dinc birləşmə deməkdir və Avstriya ilə bağlı idi. 38-ci ildə dinc yolundan, Anşlüz yolundan Almaniyanın birləşdirdiyi ərazi Avstriya idi. Bitdi. Sonra indi mən Münhen konferansından danışıram. Yəni konferanslara diqqətlə yanaşırıq dostlar. 38-də Münhen. Münhen konferansında Almaniya deyir ki, yığır burada, deməli, Böyük Britaniyanı, Fransanı, İtaliyanı bir də özü yığışırlar. Deyir ki, bəs mən Çexoslovakiya ərazisində Sudetdə çoxlu Almanlar yaşayır. İstəyirəm ki, oranı özümə birləşdirim də. Almanlar yaşayır da. Çexiyada indi bax, Çexoslovakiya əvvəllər burada əhatə edirdi. İndi Çexiya qalıb, indi müxtəlif dövlətlərə parçalanıb da.
Bu deyir ki, birləşmək istəyirəm özümə. İngiltərə ilə Fransa deyir ki, mənim üçün fərqi yoxdur da, yəni özün bilərsən. Bu onu sakitləşdirirdilər ki, bunlar belə edirdilər ki, şey dayansın, üzü SSR-yə tərəf keçsin, Almanya üzü SSR-yə tərəf keçsin, özlərindən uzaq eləsinlər də bunu. Hə. Bəs yaxşı soruşurlar ki, niyə İngiltərə, Fransa belə eləyir? Çünki birinci növbədə onlar fikirləşir ki, özləri müharibəyə hazır deyildi, əhali müharibəyə hazır deyil idi. Bir də Avropanın özü belə müharibəyə hazır deyil idi. Yəni gücləri lazımı qədər olmadığı üçün sakitləşdirmə siyasəti yürüdürlər ki, biraz güzəştə gedək görək nə effekt verir. Ardınca 1939-cu ildə Çexoslovakiyanın bütöv formada özünə birləşdirir və bundan da deyir ki, burada diqqət edirik. Almanların yaşamadığı ərazini birləşdirmə səyahətə keçirir. İlk dəfə Almanların yaşamadığı ərazini birləşdirir özünə. Avstriya Almaniya idi, nə bilim Çex Sudet Almaniya idi və s. Amma burada Almanlar yaşamayan ərazi idi. 39-cu ilə qədər gəldik, çıxdıq. Bir dənə də burada filmdən bir dənə səhnə demək istəyirəm. Qurtar Vadisində belə bir səhnə var. Orada İskəndər Böyüklə qızı söhbət eləyirlər. Qızı atasına qayıdır, deyir ki, bəs sən bilirsən hansı Almana oxşuyursan? Atası da deyir ki, kimə? Hitlerə. Qız da deyir, hə. Atası da İskəndər də qayıdır, deyir ki, bəs Hitler Alman deyil, Avstriyalıdır, cahil. Təəssüf hissi ilə bildirir ki, bunu əslində bəlkə də hansısa videoda demişəm, eyb yox, yenə də deyim. Təəssüf ilə bildirir ki, insanları, Türkiyənin o senaristləri yəqin ki, bu məsələni ya bilmirlər, ya da bilirlərsə də oyundular. İkisi variantdan biridir. Ki, Avstriya Almandır, etnik cəhətdən Almandılar. Bunlar hansı ki, biz 19-cu əsrdə deyirik Prusiya, Avstriya, nə bilim, Baden, nə bilim, Hamburg, müxtəlif kiçik dövlətlər var idi. Avstriyada onlardan biri. Sadəcə Prusiya onu kənarlaşdırır, Avstriya özü müstəqil dövlət olmaq yolunu seçir. Yəni milliyyət cəhətdən Alman dövlətidir. Necə ki biz Türkük, Qazaxstan türkdür, Türkmənistan türkdür, Türkiyə türkdür, amma ayrı-ayrı dövlətlərik. Bunlarda da eyni şeydir. Alman dövlətidir, amma ayrı dövlətdir. Bu dövrdə hazır elə Almaniyanın Çexoslovakiyanı birləşdirməyindən istifadə edən İtaliya 39-cu ildə Albaniya ərazisini birləşdirir özünə. Elə belə bir məlumat kimi verirəm, kitabınızda yoxdur hal-hazırda. Albaniya dövlətinin özü burada şeydə yerləşir, Balkan yarımadasında kiçik dövlətlərdən biri idi. Albaniya dövləti 1-ci Balkan müharibəsinin nəticəsində imzalamış London müqaviləsinə görə yaranmışdır. Bu elə belə xatırlatmadır. Dərsini çatdan çıxardır. Və bundan sonra Polad Paktı imzalanır. İtaliya ilə Almaniya arasında xəritədə göstərək bunu. İtaliya ilə Almaniya arasında Polad Pakt. Burada bir digər dövlətlər qoşulur. 40-cı ildə də qoşulmağa davam edirlər. Amma o təzə ştatdan çıxarılır. Ona görə mən onun adını hallandırmıram. İndi nəhayətində Almaniya Şərqi Avropa istiqamətində nüfuzunu genişləndir və gözün dikdiyi ərazilərdən biri Polşa olur. Bu Polşa məsələsinə görə də Almaniya ilə SSR arasında o bayaq dedim ki, SSR görür ki, Avropadan buna bir xəbər eləyən yoxdur. Qərara gəlir ki, cavab vermişsiniz, cəhənnəmə cavab verin, mənim özüm elə Hitlerlə görüşərəm. Və nəticədə tərəflər arasında avqustun səhv eləmirəmsə 23-də Molotov-Ribbentrop, yəni Molotov Xarici İşlər Naziri idi, SSR-nin Ribbentrop da Almaniyada Xarici İşlər Naziri. Bunların görüşməsinin nəticəsində Polşa ərazisi dedim də onu demədim. Sağ ol. Polşa ərazisi iki yerə bölünür nüfuz dairəsində. Polşanın qərb hissəsi qalır Almaniyaya, şərq hissəsi qalır SSR-nin nüfuz dairəsinə. Bir də burada Baltik dənizindəki kiçik dövlətlər də tərəflər arasında bölüşdürülür. Və yekunda bu Polşanın bölüşdürülməsi və eyni zamanda bir-birlərinə hücum etməmək haqqında da razılıq imzalayırlar. Və bu hadisə avqustun 23-də imzalanmış, yəni Molotov-Ribbentrop paktı 2-ci Dünya müharibəsinə düşmüş. 39-cu ilin avqustun 23-də sizə danışdığım sonuncu hadisə Molotov-Ribbentrop paktı idi. Və bundan sonra artıq biz sentyabrın 1-dən etibarən 2-ci Dünya müharibəsindən söhbət edəcəyik. Sizin bugünkü dərsiniz, beynəlxalq münasibət dərsiniz bu qədər, qısa və konkret. Əziz bilgələr, biz bu dərsimizi yekunlaşdırdıq. Növbəti dərsimiz daha iri həcmli 2-ci Dünya müharibəsi olacaqdır. Növbəti dərs izahlarında görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.